Xaçmazda 300-ə yaxın şagirdi olan məktəb binası acınacaqlı vəziyyətdədir. Uzun illər təmir olunmayan təhsil ocağının binasında iri çatlar əmələ gəlib. Vəziyyətdən valideynlər də narahatdır. Deyirlər ki, övladımızı məktəbə göndərməyə qorxuruq. Çünki hər an bədbəxt hadisə baş verə bilər. Acınacaqlı. Məsələn, qapısı. Bərbad. Görəcəksiniz. Üçüncü nəsildir ki, burada oxuyur. Mənim valideynim burada oxuyub, mən oxumuşam, indi mənim evladım burada oxuyur. 80-90 ilin məktəbidir. Ən azından 90 ilin məktəbidir. Bərbad vəziyyətdədir, çox bərbad vəziyyətdədir. Oturmaq mümkün də deyil, iydən. Bu hələ xəstəlikdir, qardaş. Damı da ki, hamısı yağışın ceyindən nazik, dikdir, hamısı deşilib. Hamısı deşilib, qardaş. Yox vəziyyətindədir. Söhbət Xaçmaz rayonunun Müşüdoba kənd tam orta məktəbindən gedir. Binanın divarında iri çatlar əmələ gəlib. Qapı və pəncərələri yararsız vəziyyətə düşüb. Hələ bu az demiş kimi bir də sinif otaqlarında istilik problemi də var. Hər qapının məsəl üçün arası 5 sant, 6 sant bu promo külək işləyir. Otağa polumuz pis gündə, patologumuz pis gündə, divarlarımız pis gündə. Bura gələn 400-ə yaxın şagirdin 30% çıxır. O da məcburiyyətdən. Qapısı yoxdur məktəbin, pəncərələrsi yoxdur, yox vəziyyətindədir. Pol döşəmə vəbşi yox vəziyyətindədir, nəmişdik. Altında sökülüb baxılsa bəlkə yüzlərlə kristiskan çıxar. Bu cür çatlar var, hər an uşaqlar üçün təhlükədir. Məsələ ilə bağlı Quba Xaçmaz Regional Təhsil İdarəsindən bildirildi ki, Xaçmaz rayonu Müşüdoba kənd tam orta təhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Binanın əsaslı təmiri və yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb. Qeyd edirik ki, təhsil müəssisələrinin tikinti və təmiri növbəllik və prioritetlik prinsip əsasında həyata keçirilir. Qurumdan bildirildi ki, məktəblərin tikintisi prosesi növbəlilik və prioritetlik prinsipi ilə həyata keçirilir. Emin Vaqifoğlu, Diana Cəlali, Spice Xəbər, Xaçmaz.